İndi bəziləri deyəcək ki, bu mən də, yəni Oktay nəyə görə hamını aşağılayır da? Qardaş, mən durduq yerdə heç kəsi aşağılamıram. Baxın, Ter Qriqoryanc, general Ter Qriqoryanc, güya bu müqəddəs nəsildəndir da. Deməli, bu Qriqoryanc, bax, bu ömür boyu şikayət edib bütün dünyaya ki, Azərbaycan bizə qalib gəlmədi, Pakistan vuruşdu, İsrail vuruşdu, Türkiyə gəlib kömək edibdi. Türkiyə öz qardaşıdır, o eləyə bilər. Başqa millətlər döyüşdü. Bu alçağa da indi mən necə deməyim ki, ay qırmızı xoruz. İndi hamı deyir ki, elə mən alçaldıram. Ay görürsünüz necə bizim xalqı alçaldır, ay Petrovski, Petuşok. Hələ kakot kaklən. Bunlar gedib tualetə yazırlar. В этом туалете был Хачи, Qriqoryanc, Danaşehir. Bu yetimçələr gəlib özlərinə İrəvanlı sayırlar. Gedib şikayət edirlər. 90-cı illərdə Fələstinlər, Yunanlar, Farslar, alçaq Farslar ki, deyir biz Azərbaycana kömək eləmişik. Bunlara silah verib özləri də gedib Azərbaycanlıları öldürülmüş. Ruslar, hansı ki bu general Rokhlin deyir biz qalib gəlmişik. Bax bu Petrovski, Petuşok, deməli Petrov xoruzu bunu yad eləmir ki, general Rokhlin deyib ki, ay Petrovski, Petuşki, вы просто так резали детей, а мы убивали азербайджанцев с новейшим оружием российским. Yəni Ruslar özləri, general Rokhlin dedi ki, biz yeni müasir silahlarla Azərbaycanlıları öldürürdük və qalib gəldik onlara, Azərbaycanlıları, hansı ki silahları yox idi. Və bu Qriqoryanc deyir ki, İsrail vuruşub, Pakistan vuruşub. Gör kimlər vuruşub? Ay Petuşok несчастный. Вот Рохлин тебе в лицо говорит, кто воевал в Карабахе, кто победил Azərbaycan. Kim qalib gəlib? General Rokhlin hansı ki öldürdülər. Bu xoruz nədirsə yaxşıdır. Biz deyir lunaxodu icad eləmişik. Deməli eşidib ki, Azərbaycanlı, Qərb Azərbaycanlı, Basar Keçərli, Çayxors, bilirsiniz də, Çayxorlu kəndindən ona Abbas Çayxorski deyirlər. Abbas Çayxorski Rusiyanın atom, deməli, nüvə silahının demək olar ki, bəlkə də atasıdır. Yəni o Kurşatovla, Karalyovla, sonra o birisinin familiyası yaddan çıxdı. Yəni bu demək olar ki, elə bir təməlini qoyandır. Bu ən əsas deməli alimlərdən birisidir Rusiyanın. Abbas Çayxorski Ruslar gizlədirmiş, demirmişlər. Yəni Azərbaycanlı nüvə silahının demək olar ki, atasıdır Rusiyanın. Bax bu eşidib bu alçaq, bu Qriqoryanc, bu qırmızı xoruzda Petrovski xoruz. Yəni Petr bunlara ad qoyub və mən yox. Elə bilərsiniz mənəm aşağılayan. Petr Pervi aşağılayır. Bu deyib ki, ermənilər alimləri deməli nüvə silahını icad edibdir Ruslara. Bu deyir ha, eşidib Çayxorski var. İndi atıb ki, ermənilər. Yəni, bax, bu alçaqlarda, bunlardan demirəm, hər şeyimizi oğrayan bir. Bunlara elə-belə ad verməyib. Bunun Mesrop maşrotçudur, bunun Xorenaçisidir, bunun o alçaq, o Vensi deyirəm. Vens, Amerikanın prezidenti, deməli, Amerikanın vitse-prezidenti bir alçaq bir öyrənməli idi, səfih ki, bu Xorenaçı niyə deyib bunlara iblisdən olan? Niyə Marks deyib panelini fahişələr? Niyə Çarenç deyib ki, anamızın qarnından çıxırıq biz fahişə, satqın, alçaq? Niyə Petr bunlara xoruz deyib? O Vens
Vens, yenə də deyirəm, Vensə həmişə eşitdirin ki, niyə Rafi Samvelidir, Xaçik Daşdənçidir, niyə bunlara öz erməniləri deyib ki, biz fahişəyik, biz alçağıq. Mən demirəm Aleksandr Cuması, Marksı, Velişkosu, axır bu illərdə 69-cu illərdə Alain Delon demişdi ki, ən alçaq, ən mundar bir xalqsınız. 21-ci əsrin ən faciəli xalqısınız, təhlükəli xalqsınız. Robert De Niro'su hansını deyim, şavşavadır. Bunu Vensə demək lazımdır. Hər bir Azərbaycanlı eşitdirsin ki, bunu niyə Xorenaçı deyib ki, biz iblisdən olanıq, biz ən alçaq millətik dünyanın, biz bəşəriyyətin düşmanıyıq. Bunu Samvel deyib, bunu Daşdənçi, yəni bunları deyin. Marks niyə deyib ki, biz Panellidən olanıq, niyə Fars bunlara fahişə adı veribdir? Bax, bunları demək lazımdır. Ona görə bilən ki, bu Qriqoryanslar əmələ gəlib çıxmasın, biz də duraq buradan aşağılayanda desinlər ki, niyə aşağılayırıq? Bunlar aşağılayır, görürsünüz, kimlər aşağılayır bizi?